Bismillahirrahmanirrahim. Salam değerli müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Yusuf surəsinin 21-ci ayəsi barəsində danışacağıq. Bu ayədə Allah Teala öz sevimli bəndələrinə etdiyi yardımlar, köməklər barəsində danışır. Bilirsiniz ki, Hz. Yusuf peyğəmbəri aradan götürmək üçün qardaşları hilə etdilər. Onlar Hz. Yusufun Allah yanında, Allahın yeryüzündə o elçisinin yanında o məqamını, o hörmətini həzm edə bilmirdilər. Təəssüflər olsun, qardaş olsalar da bu cür qardaşlarına qarşı, xüsusilə öz kiçik qardaşlarına qarşı bu həsəd hissini, paxıllıq hissini yaşayırdılar. Quranda Allah Teala buyurur, dedilər, "Uqtulu Yusufa aw yatrahuhu ardan yaxlu lakum vechu abikum." Yusufu ya öldürək, ya uzaq bir yerə aparıb ataq, qoy atamız bizi istəsin. Yəni hədəf budur. Hədəf bu idi ki, Yusufun qardaşlarına diqqət artsın. Yaqub peyğəmbər təkcə o qardaşları sevsin. Yusufun o məqamı, izzəti, hörməti, Yaqub yanında olan o qəlbində olan məhəbbəti bunları narahat eləyirdi. Ona görə də təəssüflər olsun, belə bir xəyanətə əl atdılar. Əslində Allah Teala bu ayələrdə bizə insanları tanıtdırır. Bu bir hadisə deyil, bu bir cərəyandır. Nə qədər insan vardır, bu hadisələr də olacaqdır. Sadəcə olaraq Allah Teala bizi oyadır, bizi agah edir ki, biz bu hadisələrə düşəndən sonra çətin vəziyyətdə qalmayaq. Hadisələrə düşməmişdən öncə insanları tanıyaq və bu hadisələrdən yayınaq. Bu Əhl-i Beytə qarşı da belədir. Əhl-i Beytin sadiq davamçılarına qarşı da belədir. Təkcə düşmənlər İslama qarşı, İslamın aparıcı şəxsiyyətlərinə qarşı mübarizə aparmırlar. Təəssüflər olsun, daxildə olan imanı zəif, xain, cılız insanlar da bu düşmənlərlə üzdə də olmasa altda əlbir olurlar. Onların xəttində hərəkət edirlər. Həzrəti Əliyə qarşı Muaviyyənin ədavəti var idisə, Xavaricin də düşmənçiliyi var idi. Görün, bunların xətti ayrı-ayrı idi. Muaviyyə tam ayrı bir xəttin davamçısı idi. Xavaric isə tam ayrı bir istiqamətdə hərəkət edirdi. Amma çünki bu insanlar xain idilər, bu insanlar həqiqəti, haqqı qəbul etmək istəmirdilər. Bunlar hər ikisi Həzrət Əliyə qarşı idilər. Yusuf peyğəmbərin qardaşlarının öz kiçik qardaşlarına qarşı bu xəyanəti, bu paxıllığı orada başlayıb orada bitmir. Bu bir cərəyandır. Nə qədər insan var, insanlar içində öndə gedənlərə qarşı pak, düz olan, xüsusilə Allah yolunda sabit qədəm olan insanlara qarşı bu həsəd, paxıllıq olub olacaqdır. Ayədə Allah Teala buyurur və qalellezî iştarahu min Misra liimratihi. Həzrəti Yusuf peyğəmbəri qardaşları quyuya atdılar. Quyudan çıxardıb qul kimi satdılar. Allah Quranda buyurur ki, və şərahu bi səmənin bəxtin dərahimə ma'duda. Çox ucuz bir qiymətə satdılar. Və kanu fihi minəz zahidin. Hətta o qiymətdən də ucuz satmağa hazır idilər. Qardaşlarından alan şəxs də aparıb bazarda Həzrəti Yusufu qul kimi satdı. Amma Allah buyurur, mən bu hadisələrdən öncə öz tədbirimi tökmüşdüm. Ayədə Allah Teala Yusuf surəsinin 21-ci ayəsində buyurur və qalellezî iştarahu min Misra liimratihi. Həzrəti Yusufu alan şəxs həyat yoldaşına dedi, əkrimi məsvə Züleyxa, onun əziz tutqunu. O uşağa yaxşı baxınan, əkrimi məsvə, asən yənfa'na av nəttəxidəhu vələdə. Ola bilsin bizə
faydası olsun, ya da onu özümüz üçün uşaq seçək, övlad seçək. Baxın, Allah Teala ayədə buyurur ki, Həzrət Yusufu alan o Misrin əzizi nə deyir? Deyir, ola bilsin biz ona uşaq kimi baxaq, o uşağımız kimi görək, özümüzə uşaq seçək onu. Niyə? Çünki bunların uşağı yox idi. Bunların uşağı olmurdu. Hələ Yusuf Peyğəmbər quyuya düşməmiş, bu hadisələr baş verməmiş, Allah Həzrəti Yusufun tədbirini tökmüşdü. Onun probleminin həllini fikirləşmişdi. Ayda Allah Teala buyurur, və kədərkə məkkənnə li Yusuf fil arz. Biz Yusufun yerini belə etdik. Nə olsun, xain qardaşlar istəyirdi Yusufu unutduralar, aradan aparalar, diqqətləri onlara yönəlsin. Yusufu yaradan Allah var, Yusufu göndərən Allah var. Yusuf hələ bu problemləri yaşamamış, biz bu problemlərin həllini, tədbirini görmüşdük. Ayənin davamında buyurub, وَلِنُعَلِّمَهُ مِنْ تَعْوِيلَ حَدِيث. Hələ biz gələcəkdə onun başına gələcək problemləri həll etmək üçün də ona yuxu yozma elmini vermişdik. O yuxuları yoza bilirdi. Sonra buyurur, وَاللّٰهُ غَالِبٌ عَلَى أَمْرِهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Allah öz işində qalibdir. Amma insanların əksəriyyəti bilmir. Elə bilir ki, Allahın iradəsindən önə keçə bilər. Allahın tədbirini poza bilər. Xeyr. Allah vədə verib, öz yaxşı bəndələrini hidayət edəcək. Və kən haqqən aleynə nasrul müminin. Allah buyurur, möminlərə kömək etmək bizim vəzifəmizdir. Və kən haqqən aleynə nuncil müminin. Möminləri xilas etmək bizim işimizdir, bizim üçün vacibdir. Allah Quranda buyurur. Həzrəti Musada da belədir. Həzrət Musanı öldürmək üçün Firon minlərlə uşaq qətlə yetirmişdi. Amma Allah Teala buyurur, Həzrət Musa gəldi, Fironun evinə çıxdı. Və qalət imra'atu Firavna qurratu aynin li və lək. Fironun həyat yoldaşı dedi, bu nə qəşəng uşaqdır, sənin mənim gözümün nuru ola bilər. Əsə an yanfa'na min nəttəxizəhu vələdə. Orada da onlar söz deyirlər. Ola bilsin biz ona özümüzə uşaq seçək. Və hum la yəşurun. Onlar başa düşmürdülər ki, Allahın tədbiridir. Hələ Həzrəti Musa doğulmamış, Allah bunun tədbirini tökmüşdü. Ona uşaq verməmişdi ki, Həzrət Musanı özlərinə uşaq seçsinlər. Görün, Allah Teala bu ayələrdə bizə demək istəyir ki, siz Allahla olun, siz Allahın yolunda olun. Allah özü hər şeyin həllini öhdəsinə götürür. Allahu vəliyyullezine amanu. Allah möminlərin vərisidir. Yuxricuhum minəz-zulumati ilən-nur. Zülmətdən nura aparır. Əgər hər hansı bir çətinliyin, problemi olacaqsa, onun həlli Allahın əlindədir. Və Allah onu həll etmək üçün öncədən tədbir tökər. Amma şərt budur ki, sən Allahın yolunda ol, Allahla ol. Allah bu məsələləri həll edər və sən həm dünyada, həm də axirətdə üzü ağ, alnı açıq olacaqsan. Həzrət Yusuf Peyğəmbərin üzü də ağ idi, alnı da açıq idi. Kimin abrı getdi? Yusuf Peyğəmbərin qardaşlarının abrı getdi. Çünki onlar xainlik etdilər. Onlar öz əziz qardaşlarına qarşı xəyanət etdilər. Amma Yusuf Peyğəmbər bütün tarix üçün, bütün yaxşı insanlar üçün nümunə oldu. Dünyada da, axirətdə də üzü ağ, alnı açıqdır. Biz də əgər Yusuf Peyğəmbərin yolunu getmiş olsaq, xoşbəxtdir. Yox, əgər xainlik edib Yusuf Peyğəmbərin qardaşlarının yolunu gedəriksə, deməli biz Qurandan, həyatdan dərs almamışıq. Allah inşallah bizi Yusuf Peyğəmbərin yolunda olan möminlərdən, müsəlmanlardan qərar versin. Ramazan ayıdır, mübarək ayıdır. Qur'anın baharı ayıdır. Qur'anla daha da yaxından ünsiyyətdə olaq və Qur'an dastanlarını, Qur'anın hikmətli kəlamlarını, dərin məzmunlu ayələrlə tanış olaq. Qur'anla nə qədər ünsiyyətimiz olsa,
o qədər Allah bizim mənəviyyatımızı zənginləşdirər. Allah inşallah aqibətimizi xeyirli eyləsin. Sizə Allaha tapşırıram və salamu aleykum və rəhmətullahi və barakatuhu.